Burada suyu əyirəm, su neynir? Düzdür mü? Bax, qoyaq bura və başlayacağım bunu fırlatmağa. Mən batırım. Bax, su neynəmir? Sizcə səbəb nədir? Su haradır? Mən çox söylətdim də mən neyim? Nədir buna? Su mərkəzə doğru gəlir, yoxsa mərkəzdən qaçır? Mərkəzdən qaçır. Mərkəzdən qaçır. Mərkəzə doğru gəlsəydi, su gəlib hamısı necəydi, töküləcəkdi. Deməli, fırlatdıqca bütün su hara doğru gedir? Mərkəzə doğru, mərkəzdən kənara doğru. Bax, bu mərkəzdən qaçma qüvvəsini göstərmək üçündür ki, bax, görürsünüz, bayaqları əlimdə tutub, baxın, su olduğu kimi də qalıb. Tam dolu olaraq qalıb, bu lap doludur. Bunları biraz boşaltmışdıq. Bax, əlimizdə tutanda görürsünüz, bunu fırlatmıram. Sadəcə nə edirəm? Çevirirəm, tökülür. Buna heç bir mərkəzdən qaçma qüvvəsi təsir eləmir. Amma çeviri üzrə hərəkət etdirəndə isə mərkəzdən qaçma qüvvəsi təsir etdiyinə görə su dağılır.